Bu Fransa milli futbol komandasının Azərbaycanla oyuna hazırlığı barədə bilməli olduqlarınızdır. Beləliklə, Fransa millisinin baş məşqçisi Didier Deschamps, DC 2026, yəni Dünya Çempionatı seçmə mərhələsi var axı, bax o çərçivədəki oyunlardan danışıb və onun dedikləri xüsusilə də Azərbaycan və İslandiya ilə oyunlara komandanın necə hazırlaşdığını əslində göstərir. Deməli, birinci məsələ nədir? Hücumda bəzi boşluqlar var, bilirsiniz, zədələr filan. Ona görə də Deschamps, baxırsan Premier Liqada yaxşı oynayan Jean-Philippe Matetanı ilk dəfə yığmaya çağırıb. Yəni, bu nə deməkdir? Görünür, hücumda, xüsusən də Dembele kimi sürətli adamlar olmayanda, Fransa daha çox fiziki gücə arxalanacaq. Həm də Deschamps deyir ki, bu Mateta elə-belə seçilməyib, çoxdan da izləyirik onu. İkinci məqam bilirsiniz Kamavinga'nın mövqeyi. Həmişə müzakirə olunur. Deschamps da deyir ki, düzdür, Kamavinga özü yarım müdafiəni daha çox istəyir, amma yəni onun sol cinah müdafiəsində də oynaya bilməsi bu komanda üçün əsl tapıntıdır da, böyük üstünlükdür, belə deyək, əsl universal oyunçudur. Və nəhayət, rəqiblər məsələsi. Deschamps deyir ki, Azərbaycana da, İslandiyana da hörmətimiz var, amma açığı Ukraynanı qrupun ən güclüsü hesab edir. Bir də maraqlı məqam, Azərbaycanın yeni baş məşqçi ilə Ayxan Abbasovla oyuna çıxacağına da vurğulayıb, bu da bilirsiniz, oyuna biraz belə qeyri-müəyyənlik datır. Yəni qısası, Fransa bəzi zədələrə görə dəyişikliklər etsə də əsas heyəti və taktiki planı ilə tam Azərbaycan oyununa fokuslanıb.